Hər birinizi bir daha salamlayıram. Nur olsun. Hər birinizə xoş gəlmisiniz. Bahar geldiği zaman vücutta vitaminler bittiği gibi, çünkü kıştan çıkmayı, düşüncelerimiz de kıştan çıkma olur. Bahara alışmak biraz enerji olarak çetin geçebilir. Niye çetin geçebilir? Çünkü kış fəsli insanın ister istemez enerjisine təsir edir. İnsanı biraz yavaşladır, passivlədir. Bahara keçincə isə kan qaynayır, uyanır və fiziki bədənin verdiği tepkiler kimi enerji bədənimizdə baharın gəlişinə tepki verir. Baharda görüşdüyümüz üçün sizə bu konuda bilgi vermək istəyirəm. Baharda çalışın, mümkün olduğu xoş havalarda topraklanmanız için yalın ayak toprakta gəzin, kumsalda yürüyün. Bunu edə bilmirsinizsə, bir parkta gedin, oturun, çay için, yaşlılığı, təbiəti hiss edin. En azından oturduğunuz zaman ayakkabınızı çıkarın, o torpağa dokunun, topraklanın türküler demişken. Bu sizin enerjinizin oyanmağına səbəb olacaq sizler için. Ve güne başladığınız zaman da çalışın, bir pəncərənizi açın, dərindən nəfəslər alın, güneşi hiss edin, gözəl enerjini hiss edin. Eğer kuş sesi eşidilen bir evde yaşayırsınızsa, bir 5 dakika balkonunuzda kendinizde yutmaların ötüşünü dinleyin. Çünkü bunlar hamısı sizin enerjinize müsbət təsir edecek. Rəssamlıq Akademiyasını bitirməyimə baxmayaraq müxtəlif işlərdə çalışdım. Yəni sferamdan biraz uzaqaydım. Amma nəysə axtarışlardan sonra fikirləşdim ki, özümə məxsus, öz talantımı bir biznesə çevirə bilərəm və eləliklə də şalları dizayn etməyə başladım. Bunlar tam kəlağayı sayılmır, bu ipək şallardır. Bilirsiniz ki, kəlağayı daha çox baskı olur, bir şəkildə taxta ilə qoçqada kaslanır. Amma bu tekstil üzərində printdə sadəcə dizaynları mən çəkirəm qrafik proqramlarda, göndərirəm fabrikalara hazırlayıb. Və belə yəni brendim azız tanıtmağa başladım, bir neçə verilişlərə çıxdım. Sonra çeşidləri artırdım və son məhsullar belə termoqoçqalar oldu. Kofi kimi istəyirsə artıq. Və hər birində bizim milli atributlar, bizim ölkəyə aid olan tarixi, milli bir ornamentlər olur. Məsəl üçün, bu içəri şəhəri qorunur, istəyir UNESCO tərəfindən qorunur. Yəni ki, mənim gördüyüm bir missiya budur ki, bizim tariximizi, bizim mədəniyyətimizi mümkün qədər kənarlara da göstərək, xəbər eləyək. Çünki bu belə bir şeydir ki, pokoleniyadan pokoleniyaya ötürülməsə bu unudulub gedəcək. Ən sevilənlərdən bir dizayn olaraq Qobustan Qobustanda olan mağaraların içində olan bir sınırlara görə akademiyaya gedim. Şükürlərlə başlayırıq. Şükür dəftərimizə yazandan sonra onu əzbərləyirik zaten. Əlimizdə nə var, nə yox. Nə var əlimizdə? Gözəl ailəm var, sağlam canım var. Bədənimin bütün orqanları qüsursuz bir şəkildə mənə xidmət edir. Xəstəxanalarda sürünmürəmsə deməli xidmət edir, düzdürmü? Rozim var, hər gün qazanım qaynayır. Bunlara odaqlanır. Açıram, buzdolabım doludur. İsti yatacağım var, isti geyimlərim var, qışda ayaqqabılarım var. Baxın, kiçiyə odaqlanırıq ha. Nüanslarda saxlıdır bərəkət. Əlimizdə olanlara fokuslandıqca bərəkət şuuruna keçirik və əlimizdə olanların sayı qatlanaraq artmağa başlayır həyatımızda. Anam var, yaşayır, nəfəsi var məsələn. Qardaşım var, övladım var, həyat yoldaşım var, həyat yoldaşımın yaxşı işi var, boğazım doyur, ali təhsilim var, bir neçə məsləyim var, gözəl dostlarım var. Var. Diqqət edin. Və hər birinin sonuna bu olduğu üçün şükür edirəm. Çünkü şükür ettiğimiz şeyler hayatımızda artır. Aydın mı?
vasitəsidir. Kainat enerjisi kini fiziki bədənimizə ötürən və fiziki bədənimizdəki neqativ enerjiləri çıxaran nöqtələrdir bədəndə. 7 çakramız var. Çünki biz insanlar fiziki bədən dışında həm də ruhi bir bədənə sahibik, enerji bədəninə. Çünki bizim fiziki bədənimizi hərəkətə gətirən bizim enerji bədənimizdir. Və fiziki bədənimizə enerjini də biz çakralar vasitəsilə ötürürük. Bu çakraların birində, ikisində və ya hər birində blokaj olduğu zaman kainatın o saf, təmiz, pozitiv enerjisini biz alıb qəbul edə bilmirik. Çünki oradakı o tıxaclar onun önünü kəsir və qəbul edilməsinə mane olur. İxtisası fleboloqdur. Sadəcə yəni estetik klinikada flebologiyada estetik gedən bir sahədir. Əslində damarlarla bağlı. Yəni belə bu şəkildə keçiş elədim kosmetologiyaya.